Allah sənan verirəm izzətivə, cəlalıva, kərəmivə, rəhmətivə, mərhəmətivə bu əllər ki sənin dərgahıva qaldırmışıq. İlk əvvəl duamız İmam-ı zamanımızın zuhurun təcil elə. Bağışlamamış bizi bu Fatimiyyədən çıxartma. İmanla yaşayıb təqva ilə bu dünyadan köçməyi bizlərə nəsib elə. Riyadan, pis xüsusiyyətlərdən, ücübdən, təkəbbürlükdən bizləri uzaq elə. Pis günahlardan bizləri uzaq elə. Allah sənlə bizim aramıza böyük fasilələrə səbəb olan günahlarımızı bağışla. İlah və Rəbb, o kəslər ki dua istəyiblər, qardaş bacılarım xəbər göndəriblər, Allahım onların nə duaları var onlardan qəbul elə. Xəstələrimizə şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərin tezliklə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. İlah və Rəbb, sıxıntı olan möminlərimizə İmam Musa Kazım hörmətinə özlərinə fərəc, ailələrinə səbir bəxş elə. Bizi izləyənlər var ya Rəbbəl aləmi, onlar da əllərini qaldırıblar. Onların qəlblərində nə dualar varsa onlardan qəbul elə.